Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bugün sizlə 7-ci sinifin 15-ci mövzusu olan metalın çapılma texnologiyası mövzusu haqqında danışacağam. Baxın müəllimlər, metalın çapılması qələm və çəkicin köməyi ilə həyata keçirilir. Bu bir texnoloji əməliyyatdır. Adətən bu əməliyyat zamanı metal pəstah ya hissələrə bölünür, ya da onun üzərindən müəyyən bir qalınlıqda metal qaz kəsilib götürülür. Çapmanın köməyi ilə metal pəstahların kəsilməsi, doğranması, iti kənarların götürülməsi, oyuq və qanovcuqların açılması kimi əməliyyatlar yerinə yetirilir. Çapma üçün isə əsas işçi aləti qələmdir. Qələm şəkil 1-də göstərilmişdir. Hansı ki o, əvvəl köhnə kitabda 5, indi isə 6 hissədən ibarətdir. Deməli, müəllimlər, qələmin hissələrini öyrənən zaman mütləq ardıcıl şəkildə əzbərləyin ki, MİQ və yaxud sertifikasiya düşən zaman asan şəkildə onu tapa biləsiniz. Deməli, o tiyə, işlək hissə, orta hissə, zərbə hissə, qoruyucu və itləmə bucağından ibarət olmaqla 6 hissəsi mövcuddur. Ancaq şəkil 2-də pazın müxtəlif bucaqlarda itiliyi göstərilmişdir. Birincisi kiçik bucaqdır, ikincisi isə böyük bucaqdır. Çapmada əsas iş pazın köməyi ilə görülür. Dişiciyin işlək hissəsi məhz paz şəklindədir. İtləmə bucağına emal edilən metalın növü sərtliyindən asılı olaraq seçilir. Yəni, itləmə bucağı metalın növünə görə dəyişir. Əgər orada böyük bucaq itləmək lazımdırsa, böyük bucaqlı, deməli, belə deyim də, qələmdən istifadə edilir. Ancaq kiçikdirsə, kiçik olandan istifadə edilir. Və metal nə qədər sərtdirsə, itləmə bucağı bir o qədər iti olmalıdır. Məsələn, polad 60 dərəcəlik, əlvan metallar isə 35-40 dərəcəlik bucaq altında itilənə bilər. Metalın çapılması üçün çəkisi 400-500 qram olan çilingər çəkicilərindən istifadə edilir. Onların başlığı iki cür olur. Dairəvi və kvadrat şəkilli, hansı ki şəkil 3-də göstərilmişdir hər ikisi. Ancaq bu çəkicilər 3 hissədən ibarətdir. Burun, döyəc və dəstək. Metalın çapılması ya məngənə, ya nişanlanma tavası və yaxud da ki zindan üzərində həyata keçirilir. Bu şəkil 4-də öz əksini tapmışdır. Emal payını götürmək üçün metal məngənənin dodaqları səviyyəsində çapılır. Qələm dodaqların üzərində çəpnə yerləşdirilir. Şaquli müstəvidə onun maillik bucağı 35 dərəcə olur. İş zamanı alət sağdan sola hərəkət etdirilir ki, yonqar saat əqrəbinin əksi istiqamətində burulsun. Metalın hissələrə ayrılması zamanı kəsilən hissəni zədələməməkdən ötürü qələm məngənənin dodaqlarına 90 dərəcəli bucaq altında yerləşməlidir. Qələm sağdan sola hərəkət etdirilir, pəstah hissələrə ayrılana qədər çapılır. Böyük qalınlıqda olan pəstahı əvvəlcə bir tərəfdən çapırlar, daha sonra digər üzünə çevirirlər və həmin əməliyyatı, kəsmə əməliyyatını təkrarlayırlar. Hər iki tərəfdən çapılmış pəstah nişanlanma və yaxud da ki zindan üzərində ehtiyatla kəsilir. Metalın çapılması zamanı çəkic və qələmin düzgün tutulması, çəkiclə qələmə vurulan zərbə üsullarının böyük əhəmiyyəti vardır. Deməli, qələmin çapılması 3 belə deyim də, mərhələdə həyata keçirilir. Belə ki, bu zaman ya bilək, ya dirsək, yaxud çiyin zərbəsindən istifadə edilir. Bilək zərbəsi yalnız bilək gücü hesabına yerinə yetirilir və hansı ki tilişkələr, iti kənarların götürülməsi üçün işlədilir. Nazik təbəqə və yumşaq metaldan olan pəstah üzərində çapılmanın sonunda bilək zərbəsindən istifadə edilir. 2-3 mm qalınlıqda metalı çapmaqdan ötürü dirsək zərbəsindən istifadə edilir. Adətən bu zaman əl dirsəkdə bükülü olur və bilək zərbəsinə belə deyim də çox da yük düşmür və dirsək zərbəsi bilək zərbəsindən daha deməli güclüdür. Çiyin zərbəsi isə qalınlığı 3-5 mm olan metalların çapılmasında istifadə edilir. Hansı ki böyük səthlərin emalında istifadə edilir. Və əl hərəkətimiz çiyindən başlayır. Bu zaman böyük gücə malik zərbə alınır. Çiyin zərbəsi çox sərrast olmalıdır ki, çəkicin döyəcinin mərkəzi qələmin başlığının mərkəzinə düşsün. Eyni zamanda burada təhlükəsiz iş qaydalarımız var. Mütləq şəkildə təhlükəsiz iş qaydalarına da nəzər salın. İndi isə gəlin
7-ci sinifin 16-cı mövzusu olan mətbəx bıçağının itlənmə texnologiyası haqqında danışaq. Deməli, kütləşmiş mətbəx bıçağını mütləq itləmək lazımdır. Hansı ki, deməli, onun kəsən kənarına, tiyəsinə baxsaq, lup altında görərik ki, orada dəyirmilik var. Belə ki, bıçaq uzun müddət işləyən zaman dəyirmilik artır, onun tiyəsi daha da kütləşir. Kütləşmiş bıçaqla kəsmək çətindir. O lifləri büzüşdürür və pis kəsir. Buna görə də mütləq onun tiyəsini itləmək lazımdır. Bıçağı itləmə, yəni bülövləmə dəzgahlarında əl ilə itləyirlər. Deməli, əl ilə itləmə dəzgahının əsas hissəsini vala oturdulmuş cilalayıcı bülöv daşı təşkil edir. Belə ki, şəkil 1-də A əli ilə itləmə dəzgahıdır, B isə elektrik itləmə dəzgahıdır. Birinci o bülöv daşı, ikincisi isə ayağı mövcuddur. Bu daş dəstəyin köməyi ilə fırlanır və elektrik itləmə dəzgahında daş elektrik mühərrikinin köməyi ilə fırlanır. Bıçağı itləmə dəzgahında itlədikdə kəsən hissənin itlənən səthdən elə tutmaq lazımdır ki, o öndə olsun, hansı ki, hava axını onu üfürə bilsin. Tiyə göyərə bilər, tiyədə göyərmə baş verə bilər, bu isə metalın möhkəmliyinin itirilməsinin göstəricisidir. Çünki itlənən zaman bıçaq qızır, kütləşir və öz funksiyasını itirir. Və bir şeydə nəzərə almaq lazımdır ki, bıçağı itləyən zaman onun tiyəsini daşın fırlanma istiqamətinin əksinə tutmaq olmaz. Bu təhlükəlidir. Ona görə də müəllimin itləməni necə yerinə yetirdiyinə diqqətlə baxmaq lazımdır. Və məktəb emalatxanalarında bıçağın itlənməsini yalnız müəllim həyata keçirə bilər. Bu zaman o, bıçağı itləyən zaman iki əlindən istifadə etməlidir. Hansı ki, kəsici kənarı rəvan hərəkətlərlə orada tutmaq lazımdır. Tiyənin qızmaması üçün vaxtaşırı onu suda soyutmaq lazımdır. İtləyərkən bıçağın əyilmə bucağı elə seçilməlidir ki, tiyənin bütün arxa səthi itlənmiş olsun və lazımi itləmə bucağı yaransın. Mətbəx bıçaqlarında 25-30 dərəcəlik bucaq altında itləmə bucağı seçilir ki, belə şəkildə itlənir və mütləq yadda saxlamalıyıq ki, itləmə bucağı kiçilən zaman bıçaq bir o qədər iti olur. İtləmə bıçağı böyük olan zaman isə bıçaq kütləşir. Və belə deyim də, qeyd etmək lazımdır ki, itləmə zamanı bıçağın tiyəsində tilişkələr əmələ gəlir. Bu tilişkələr isə xırda dənəli yastı bülöv daşında son cilalama ilə yox edilir. Son cilalanma prosesində bıçağın tiyəsi itlənən səth boyu bülöv daşına kip sıxılır, tilişkələr itənə qədər dairəvi və çarpaz hərəkət etdirilir. Bundan sonra əməliyyat biraz daha xırda dənəli bülöv daşında təkrarlanır. Belə bülöv daşı məxməri bülöv adlanır. Nəticə zamanı isə iti kənar əldə edilir. Bıçağı məxməri bülövdə cilalayanda onu suda islatmaq daha məqsədə uyğundur. Tiyənin digər üzü də bu üsulla itlənir. Aparılan əməliyyatların sonunda bıçağın tiyəsi qılınc kimi iti olur. Bıçağın itiliyini bir parça oduncaq üzərində də yoxlaya bilərik. Bu zaman oduncaq kəsilməli, tiyanın kənarı onun üstündə sürüşməməlidir. Eyni zamanda təhlükəsiz iş qaydalarımız var. Diqqətlə qulaq asın mövzularımıza, bəyənib, abunə olub şərh bildirməyi unutmayın. Uğurlar hər kəsə.